Salam, axşamınız xeyir. Biz gözəl bir dövlətdə yaşayırıq, Azərbaycan xalqında. Gözəl başçımız var, İlham Əliyev cənabları. Allah onun canına sağlıq versin. O hər bir zaman, hər bir kasıbın, hər bir şəhid ailəsinin yanında olub, öz yardımını əsirgəməyib. Biz də yeni təşkilat olaraq, yeni İctimai Nəzarət TV, başqa şəhvələt məlum olmaqla, yeni İctimai Nəzarət TV-nin sədri Adilə xanım, sədr müavini Şölə, mən olmaqla bu ailəyə bir dəfə olmuşuq, baş çəkmişik. Bu ailə acınacaqlı vəziyyətdə yaşayırdı. Onları bu vəziyyətdən çıxarmaq üçün biz öz yardımımızı əsirgəmədik. Bu gün yardım gətirmişik. Yardım kampaniyası İctimai Nəzarət Təşkilatı adından, bütün kollektivin adından bu evə yerləşdirib yığmışıq. Evini dəyişdirmişik. O sulu çirkabın içində yaşayan ailəni sevindirmişik. Başçımız Gədəbəyin icra hakimiyyəti həmişə bu ailənin dəstəyi olub, yardımcısı olub. Kənd Sovetimiz hər dəqiqə bunlara nəzarət edib, bunların şifirdən su damanda şifirlərini verib, hər bir vaxtda bu ailəyə kömək olub. Çox sağ olsunlar. Biz öz minnətdarlığımızı bildiririk. Biz də bir təşkilat olaraq öz borcumuzu yerinə yetirdik. Bu ailədə bir əsgər yekələnir, gələcəyin əsgəridir. İstəmədik ki, pis gündə, xəstə, ata xəstə, pensiya lazımdır, pensiya. 3 aydır o xəstəxanalar, 3 ildir o xəstəxanalarda yatır. O acınacaqlı vəziyyətdədir. Pensiya düzəlir. Yəni, pensiyasını alar, bu uşağını böyüdər. Heç olmasa uşaq xəstə olmasın. Bir də hamınıza təşəkkür edirəm ki, belə bir dövlətimiz var, belə bir başçılarımız var. Çox sağ ol Adilə xanım, Şölə xanım, siz bizi söyündürdünüz, Allah da sizi söyündürsün, başqa Şahvələt müəllim olmaqla, Şahvələt müəllim, Allah əvəzini versin, siz bizi söyündürürsünüz, Allah sizi söyündürsün, İlqarım müəllim, Nahid müəllim həmişə arxamızda durub, arxamızda da duracaq. Elimizdən, günümüzdən, İlham Əliyevdən xahiş edirəm ki, bircə dənə xəstə yoldaşımın pensiyasını düzəlsin, fəhləliklə sağalda bilmir. Çox sağ olun Adilə xanım. Çox sağ ol Mən də Adilə sizə xanım. təşəkkürümü bildirirəm ki, siz bunu işıqlandırdınız. Şöyle xanım da olmaq şərti ilə başda İctimai Nəzarətin sədri Şahvələt müəllim olmaq şərti ilə hamınıza təşəkkürümüzü bildiririk. Siz ki bizi sevindirdiniz. Allah Teala da sizi sevindirsin. Allah'tan arzum odur ki Allah'ın altında neyinim demeyəsiniz. Sağ ol. Çok sağ olun. Halal xoşunuz olsun. Sağ olun. Allah razı olsun. Sağ olun.